Insert tabının image, yəni şəkillər panelinə davam edirik. Birinci sizi qarşılayır Pictures, yəni sənədə şəkil əlavə edilməsi butonu. Bu butonu açdıqda köhnə versiyalarda 2, yeni versiyalarda 3 dənə panel açılır. Bunlar sizi aldatmasın. Üçüncü panel, belə deyək, köhnə versiyalarda ikincinin daxilindədir. Yəni burada da onlara və giriş panel olur üçüncü hər zaman. Şəkil əlavə etmək istəyəndə 2 sahə gəlir və 3. Birinci sizi qarşılayır This Device, yəni mövcud kompüterinizdə. Siz bu paneli açdıqda sizi standart olaraq Explore proqramına aparır. Yəni sizin şəkillərinizi təmin edən, yaddaşında saxlayan sahə. Bura da sizin Pictures panelinizdir. Şəkillərinizi burada da saxlamış ola bilərsiniz, buradan əldə edə bilərsiniz və yaxud da ola bilər ki, siz başqa bir yaddaş ünvanına, başqa bir adda saxlayıbsınız. Bunu da özünüz bildiyiniz üçün tapa bilirsiniz. Buradan endirdiyimiz şəkillərdə hər hansısa birini götürüb enter verdikdə, insert verdikdə gəlib PowerPoint-inizə düşür. İstədiyiniz sahəyə ünvanlaya bilərsiniz. Daha sonra keçək digər əmrə. Online Pictures dedikdə 2 panel açılır. OneDrive və internetdən istifadə. OneDrive hər zaman istifadə edə bilmirsiniz. Niyə? OneDrive o halda aktiv olur ki, siz OneDrive-dan qeydiyyatdan keçmisiniz. Yəni oradan yaddaş, müəyyən bir resim ödəyərək müəyyən bir həcmdə yaddaş almısınız. Bu halda sizə belə deyim, OneDrive yaddaşınız işlək vəziyyətdə olur. İnternetdən axtarış, internetdən istifadə olan belə deyək, əsas panelə keçid edir. Əsas panelə keçid etdikdə sizə hazır şablonlar gəlir. Yəni nümunə olaraq istifadə edə bilərsiniz və yaxud da sizin özünüzə lazımdırsa həmin şeyin ingilis dilində, əgər kompüteriniz, yəni istifadə etdiyiniz proqramlarınız rus dilindədirsə, rus dilində yazıb lazım olan şəkili axtara bilərsiniz. Şəkili axtardıqda sizə axtardığınız sözün, belə deyək, əhatə dairəsinə əsasən fərqli sayda şəkil gələ bilər. Məsələn, biz hal-hazırda cəbnən şəkili yazdıq, axtardıq, onun üstünə şəkil gəldi. Bir də bunun, gəlin buradan birini əlavə edək. Məsələn, bu şəkili yenə seçib insert basdıqda şəkil gəlib olduğu kimi yaddaşa ünvanlanır. Bunun başqa bir üsulu daha var. Hər hansı bir internet brauzerinə keçib, həmin yazdığınız sözü, yəni sizə lazım olan şəkili axtarıb, şəkillər panelinə keçib, daha çox şəkil tapa bilərsiniz. Orada sizə 13 şəkil gəlirdi. Burada ən az 1300-dən başlayacaq. Çünki hər kəs, belə deyim, Microsoft şirkəti o şəkilləri, yəni bu internetdən istifadə şəkillərini özü bir yaddaş sahəsi ayırıb, belə deyim, ora atdığı şəkilləri verir sizə. Yəni müəyyən bir sayt çərçivəsində təqdim edir. Sizə başqa bir daha yaxşı şəkillər lazımdırsa, bunun üçün brauzerlərinizi istifadə edə bilərsiniz. Daha sonra gəlir Screenshot əmri. Screenshot əmri kompüterlərin 90%-də klaviaturada mövcuddur. Bunun üçün delete knopkasının sol tərəfinə birinci və yaxud da ikinci knopkaya baxa bilərsiniz. 99% olaraq hər zaman eyni ünvanda olur delete knopkasının sol tərəfində. Siz klaviaturadan birinci screen əmrini basdıqda sizə belə bir sahə gəlir. Deyir, baxın, plus işarəsini görə bilirsiniz. Mouse artıq plus işarəsi ilə əvəz olunub. Sizə lazım olan sahəni seçin demək istəyir. Mənə lazımdır, fərz eləyək ki, kamera şəkili. Mən bunu buradan kəsmək istəyirəm. Mən şəkili seçdikdən sonra sizə heç nə baş vermirmiş kimi görünə bilər, amma əslində deyil. Sizin çəkdiyiniz həmin o screenshot şəkili düşür klaviaturadan Ctrl-C, yəni mübadilə buferinə. Siz klaviaturadan Ctrl-V basdıqda həmin şəkil gəlir və biz bunu böyüdüb istifadə edə bilirik. Xeyr, şəkil rəngsiz çəkilmir, sadəcə bizim götürdüyümüz kamera şəkili rəngsiz idi. Gəlin başqa bir şəkil daha götürək, daha rahat görə bilməyin üçün. Biraz böyük götürək. Baxın, olduğu kimi yazılar, şəkillər parlaq şəkildə qalır. Digər bir üsulu PowerPoint-inizdə təqdim etdiyi screenshot əmridir. Siz screenshot əmrinə basdıqda PowerPoint sizi atır. Baxın, bizim açdığımız sənəd, o çəbənəklər olan səhifə artıq getdi. Arxadakı şəkil, daha doğrusu arxadakı panel, proqram hansı mövcuddursa artıq o istifadə olunur.
Baxın, biz buradaydık. Burada screenshot əmri basırıq da gəlin belə ilə internet browzerini qabağa verək. Screenshot əmrinə gəlib basırıq. PowerPoint tətbiqi bağlandıqdan sonra arxa fonda olan sahə açılır. Buradan da istədiyinizi götürə bilərsiniz. Yəni burada biraz belə qaranlıq belə deyib, kiçik bir problem meydana çıxır ki, klaviaturada print screen basdıqda durduğunuz ünvanda müvafiq ünvanda həmin proses baş verir. Həmin proses durduğunuz ünvanda baş verir, amma PowerPoint-in daxilində insertin özündən screenshot əmrini götürdükdə həmin PowerPoint sənədini bağlayır. Əgər sizə PowerPoint-dəki olan hər hansı bir sahə lazımdırsa, bu şərtdir ki, PowerPoint-dən əlavə başqa bir PowerPoint sənədi və o sizin işlətdiyiniz sənədin arxa fonunda yerləşsin ki, bu halda belə deyim, PowerPoint-dəki şəkli PowerPoint screenshot istifadə edərək seçə biləsiniz. Yəni şəkil əlavə etməyin bir neçə üsullarına da baxaq eyni anda. Məsələn, bu şəkili istəyirəm. Mən bu şəklin üzərində sağ knopka basıb Copyright Kartinki, yəni Copy as basa bilərəm. Mən bu əmri basdıqda düşür, şəkil mobildə buferinə, yəni onu yükləməyimə ehtiyac qalmır. Basırıq Ctrl V, şəkil olduğu kimi gəlir, düşür. Əgər bu şəkili endirmək istəyirəmsə, Saxranit Kartinki eyni halda Save as olaraq basa bilirəm. Mən bu əmri basdıqda mənə Explore açılır, deyir şəkili qoymaq istədiyin adı qeyd elə. Mən məsələn yaza bilərəm rəngli, kəpənək və yaxud və s. və ünvanı seçməyimizi istəyir. Bunu Pictures-ə də sala bilərik, D-diskində hər hansı bir ünvana da sala bilərik. Və şəklin linkinin götürülməsi üçün Copyright URL, Copy URL adlı bir əmr var. Bu sizə ünvanını verir. Yəni, mən PowerPoint-a burada link yazaram. Başqa bir kəpənək şəkli istəyirsinizsə istifadə edə bilərsiniz. Adlı məsələn bir cümlə yazmış oluram. Amma sizə bunu istifadə edə bilməyiniz üçün bunu yenə klaviaturadan Ctrl-C basıb kopyalayıb, sonra gəlib brauzerə yapışdırıb onu axtarış etdirməyiniz lazımdır. İnternet zəiflədi. Yenidən edək. Baxın, PowerPoint-a qoyduğumuz şəklin URL-si gəldi. Başqa təmiz səhifəyə götürək. Daha sonra foto albom adlı bir sahə açılır. Foto albom demək, bildiyimiz albomdan eyni şəkildə başa düşülür. Biz foto alboma basdıqda bizə belə bir sahə yaranır, bizə şəkillərin seçilməsini tələb edir. File disk, yəni Explorer-dan sənədlərin seçilməsi deyir. Biz bura gəlib tək-tək istifadə edəcəyimiz şəkilləri seçirik. Burada random şəkilləri seçirik tək-tək. Create basdıqda belə deyək, artıq bir yeni PowerPoint sənədi yaranır. Baxın, adı foto albom olur, arxasında sadəcə şəkillər olur. Şəkillərinizdən bir slide təqdimat hazırlayırsınızsa, bu üsul istifadə olunur. İstənilən yerdə istifadə etmək üçün. Oradan geri qaydırıq. Şəkillər haqqında məlumatımız bu qədər. Alətlər paneli ilə davam edəcəyik.